ABŞ hökumətinin bizon siyasəti. Amerikanın böyük düzənliklərində bir vaxtlar milyonlarla bizon yaşayırdı. Yerli əhali bu canlının ətindən, dərisindən və hətta sümüklərindən də istifadə edirdi. Bizon olmasaydı onların dolanışığı çətin olardı. Amma ağ adamlar bu torpaqlara gələndə hər şey dəyişdi. Avropalılar bizonu kütləvi olaraq məhv etməyə başladılar. Bunun bir neçə səbəbi var idi. Birincisi, Avropada dəriyə tələbat kəskin şəkildə artmışdı. Buna görə də minlərlə ovçu düzənliklərə axın edirdi. İkincisi, dəmir yollarının tikintisi ərazinin təmizlənməsini tələb edirdi. Çünki bizon sürüləri sözün əsl mənasında qatarların hərəkətinə mane olurdu. Qatarlar tez-tez düzənliklərin ortasında dayanırdı ki, sərnişinlər vaqondan çıxmadan birbaşa pəncərələrdən heyvanları vura bilsinlər. Amma ən dəhşətli səbəb Amerika hökumətinin strategiyası idi. Onlar düşünürdülər ki, bizon məhv edilsə, hindular yeməksiz qalacaq və müqavimət göstərə bilməyəcəklər. Buffalo Bill kimi tanınan ovçular hər mövsüm minlərlə bizon öldürürdülər. Nəticə fəlakətli oldu. 1890-cı ilə qədər bizonların sayı bir neçə milyondan bir neçə yüzə qədər azaldı. Əsas qida mənbəyindən məhrum olan hindular kütləvi şəkildə acılıqdan ölməyə başladılar. Ailələrini qida ilə təmin edə bilmədikləri üçün cüzi yemək verilən rezervasiyalara köçmək məcburiyyətində qaldılar. Bu zərbə yerli xalqların mübarizə əzmini qırdı. Bir çox qəbilə tamamilə məhv edildi. Bizonların demək olar ki, nəsli kəsildiyi aydın olanda qoruqlar yaradıldı. Bugün bizonlar yenə mövcuddur, lakin onların sayı Avropalıların gəlişindən əvvəlki dövr ilə müqayisə belə edilə bilməz.